qadının hissi ola bilər, bir kişinin hissi ola bilər. Baxıram ki, verilən bütün Quran tərcümələri ataerkil dediyimiz, patriarxal bir yanaşmadır. Hər bir zaman zinə eləməyin deyəndə sanki kişiyə əmr eləyir, sanki qadının hissi yoxdur, duyğusu yoxdur və s. Baxıram, Yusif qissəsində də tərcüməni elə veribdilər ki, mən dinlər tarixçisiyəm, dinlər tarixində də baxıram Tövratın özünə, Tövratın özünün içindəki yaradılış bölümünə, yaradılış bölümündəki həmin o Yusif və orada bəhs edilən xanımla əlaqəli məsələlərə. Görürəm ki, orada veriləni sanki bir növ tərcümə eləyib bizə təqdim eləyirlər. Sonra rəvayətlərə baxırıq, bəzi rəvayətlər ortaya çıxarırlar ki, düzdür, səhih olaraq qəbul edilmir bu. Əgər Yusif mənim yoldaşımı güya Peyğəmbərin xanıma Ayşə deyib ki, görmüş olsaydı ki, o Yusifin yanındakı qadınlar, onlar barmaqlarını deyil, əllərindəki bıçaqlarını ürəklərinə saplayardılar. Birincisi, Yusifin gözəlliyindən harda bəhs edilir? İkincisi, niyə bunu sırf gözəlliyi və yaxud da hər hansısa bir qadının öz ərini başqasına tərifləməsi kimi niyə təqdim olunur? Bunları araşdıranda görürsən ki, İlham, burada nəsə... Yenə tərcümə səhvidir. Əlbəttə. Burada işlənən ifadə var. Məsələn, ərəb dilində qətələ, kətəbə sözü olanda bu qarşılıqlı olur. Buna deyirlər müfəalə babı. Yəni, bir adam savaşırsa, savaşda tək başda savaşanmarsan, qarşı bir adam olmalıdır. Yazışma deyiləndə, yazışmada bir adam olmalıdır ki, sən yazasan, o da sənə cavab verir. Və yaxud da diyaloq dediyimizdə iki nəfər olmalıdır. Sən tək başdan diyaloq olmur, o monoloq olur. Yəni, ona görə burada da işlənən ifadələr var. Baxırsan ki, burada vostabaqa, məsələn, ifadəsi keçir. İkisi də qaçdı. Qaçdısa, bu yarışmadır. Burada o qadının da, bunun da yarışıb ikisinin də qapıya qaçmağı mümkün deyil. Deməli, burada əgər qadın bunu tutursa, orada məsələn, buna qadın artıq təcavüz eləmək istəyir. Sonra əgər kişi istəmirsə, kişi istəmədiyi təqdirdə qadın ona heç eləyir. Quran-Kərimin 12-ci surəsi olan Yusuf surəsinin 23-cü, 24-cü, 25-ci ayələrindən etibarən orada da keçən məsələ əslində həmin o Misir əzizi deyilən, sonra bəzi rəvayətlərdə Potifar deyilən və yaxud da oranın vəziri deyilən şəxsdən getmir söhbət. Ümumiyyətlə orada hakimiyyətə iddialı olan başqa bir qadının Yusifin o hakimiyyətə gəlməsinin qarşısını alması ilə bağlı, həmin o diyaloqla bağlı, onu sorğulaması ilə bağlı bir hadisədir. Yəni biz elə fikirləşirik ki, burada bir qadın keçirsə, həmin qadın orada əzizin qadını deyilən, İmratul məsələn, vəzir deyilən məsələndə həmin o qadın nəzərdə tutulur. Xeyr. Biz bunu araşdıranda ifadələrə, sözlərə baxdığımız zaman görürük ki, təfsirlər lap biabırçılıqdır. Üzr istəyirəm hər kəsdən. Üstəgəl 18 deyə biləcəyiniz ifadələri işlədibdilər. Hətta Yusifin özünün də zinə eləyəcəkkən orada bir burhan görməsi və onu görəndən sonra güya bundan geri çəkilməsi, yaxşı, bəs burhan görməyənlərin zinə eləməsi o zaman dəlil, sübut deyirlər. Amma hansı dəlili gördü? Hansı sübutu gördü? Çünki bunun əvvəli var. Əvvəlində nə edir? Məsələn, Yusif surəsinin 4-cü ayəsində onun yuxu görməsi, atasının ona deməsi kimi içdə bəlkə, yəni Allah səni bir mərhələdən keçirəcək deməyi, atasının sözünün yadından düşməsi. Amma sözləri yerinə qoyanda görürsən ki, orada Yusif Züleyxa eşqi getmir, qadın adı çəkilmir. Orada qadın Yusifin özünün kim olduğunu sorğuluyur.